Bax, yaxşı bir məsələyə toxundunuz. Əslində, bax bu yol boyu istehsalın inkişaf elətdirilməsi nəinki Azərbaycana da, digər ölkələrə də belə deyim də dividendlər gətirir. Bəs yaxşı, biz qeyd edək ki, bax məsəl üçün indi ümumiyyətlə belə bir statistik məlumat varmı ki, dünya üzrə məsəl üçün nə qədər yük daşınır? Və indiki halda bizim indiki gücümüzlə nə qədər qəbul edə bilərik və bizə nə qədər qəbul etmək lazımdır ki, biz heç olmasa belə deyim də dividendə çıxıb gəlir əldə edək də ondan. Dünya üzrə konteyner daşımalarında səhv etmirəmsə Şanxay limanında 18 milyon 20 futluk konteyner daşınır. Bunun 90%-dən çox hissəsi dənizlə daşınır. Quru ilə hal-hazırda biz ötən il 100 mininci konteynerin qəbulunda iştirak etdik. Yəni onda proses gedir də. Proses gedir və bizim liman 2018-ci ildə Ələtdə artıq istifadəyə veriləndə limanın buraxılacaq gücü 15 milyon ton yük, 100 min konteyner. Bax 25-ci ildə o 100 mini biz qəbul elədik. Pikə gəlib çıxdı. Və liman öz daxili investisiyaları hesabına bunu 50% artırdı. İndi hal-hazırda limanın qəbul imkanı 154 min TEU konteynerdir və növbəti hədəf bu günlərdə elə İtaliya istehsalı olan 150 ton yükü götürə bilən kran quraşdırıldı 7-ci körpüdə. Növbəti hədəf 260 min TEU-ya çatdırmaqdır. İkinci faza üzrə isə bunu 500 minə, yəni bizim strateji xətt üzrə qoyulmuş hədəfə doğru gedirik və düşünürəm ki, bu artan dinamika ilə bu təkcə Ələtdir. Bunun hələ 134 mini Hövsan limanı da qəbul imkanı var. İşləyir o limanı. İşləyir, biraz da əl gəzdirmək lazımdır ki, daha aktiv olsun. Sonra yeni limanımız var, orada hələ həcmlər 15 mindir. Zirə limanı. O da dərin sulu limandır. Düşünürəm ki, bu həm şaxələndirmə yönündə vacibdir ki, bir liman yox, bir neçə. Əsas liman Ələtdə yerləşəndir. Digərləri də yenə də o yükü parçalanmış şəkildə qəbul edə bilər. Yəni bizim imkanlarımız bu mənada artan yükə uyğundur. Yük artacaqsa biz də ona uyğun infrastrukturumuzu təkmilləşdirəcəyik.